Esselamu aleykum, əziz müsəlmanlar. İllər öncə yaşadığım bir hadisə axlıma gəldi. Bir gün iş yerimizdəydim, işləyirdim və işləyərkən də telefonda mahnı qurub mahnıya qulaq asırdım. Əxlaqlı bir qardaşımız gəlib, qardaşım dedi, sən müsəlmansan, mahnıya qulaq asmaq yerinə telefonda niyə xütbə qurub xütbəyə qulaq asmırsan ki, həm elmin artsın, həm imanın güclənsin dedi. Subhanallah, Rəbbim belə təqvalı qardaşların sayını artırsın. Allahümmə əmin. Qardaşlarım, bu mövzunu niyə açdım bilirsinizmi? Həqiqətən də elə bir zamanda yaşayırıq ki, imanı qorumaq, közü əldə tutmaq qədər çətinləşib. Dünya fitnələrlə, haramlarla, günahlarla üstümüzə gəlir. Onun üçün Allaha bağlı olan, bizə aləmlərin Rəbbi olan Allahı xatırladan qardaşlara, dostlara vallahi çox ehtiyacımız var. Onun üçün ətrafımızdakı insanlara, oturup durduğumuz insanlara diqqət edək. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, insan dostunun dini üzəredir. Kiminlə dostluq etdiyinizə diqqət edin. Esselamu aleykum.